Videoya başlamadan önce kanalımıza abone olmayı unutmayın. Hoş izlemeler. Herkese salam. Dünənki ağlaşmadan sonra sizləri salamlayıram. Bacılara göre 3 bacı dolmasına göre narahat olanlar. 3 bacı dolması şu an hiçbir şey olmamış kimi. Sanki yarım saat bundan önce dalaşmamışlar, ağlaşmamışlar, ulaşmamışlar, yas elan eləməmişlər kimi. Mənim bişirdiyim yemeği tepsi olaraktan ortalığa koyup gömüyorlar. Bu arada dünən pişirdiğim yemeğin neticesi arkadaşlar. Biz bu yemeği dörtlü olarak çok sevirik. Özde bununla yemeği çok sevirik. Çiğ köfte kimi içine badımcan, pomidor, ət, kartoşka yığırıq. Belə. Onu böyle baba. Bak içinde var. Bürüyürük ve yeyirik. Ye. Of, şəsə bax. Yaxşı demədim, boğul. Bu da yeganə yemək budur ki, pəhəpəhlə həmin yeməkdə ət yeyir, yəni öyle söyleyeyim size. Yemeğimin tadı nasıldır? 10 üzerinden Milyon. Rabia, bir tane Rabia'ya baktım böyle sifətine, yemek yirdim. Gördüm Rabia kahını gömə içinde yeməklə belə. Necə bəyənibsə bildim ki, yeməyi dadlı çıxıb 100%. Nuş olsun. Mükemmeldir. Videonu başlattım. Allah kərimdir, görək bu videoda başımıza nələr gələcək. Nuş olsun mənim balam, nuş olsun. Badımcan kalmadı. Dolu deyir hə, buraların tel qıraqlarına badımcan düzmüşəm, yiyin. Uşağın nələr seçib bir Allah bilir də mən bilir. Evet, önce to istemirdi. Şehriye Bey, bu hakkında ne düşünürsünüz? Vallahi uşağı əyləndirmək üçün səhər məktəbi yola salmaq. Səhər durmaqlı ki, Elə bizim ki toy idi. səhər durmaqlı ki, əsla günortası mən səhər içməli, əslanın dərdi yoxdur. Səhərdən ağzı ürəyim partlayır. Vay. Bu ne dostum? Ay yan tök. Ne. Gitti biz. Oh, yıkılırdım. Uşaq heç kim onun dərdin başa düşmür. O məktəbi. Ağlıyorsunuz, Meryem Hanım ağlamayın. Ay Allah. Atan sözü toy təşkil eləmiyor. Evet arkadaşlar, səhərdən oynamı program yardan çəkdi. Oyada bilmir yuxuda nə? Hə, şükür gedə bilərik. Gedək. Sağ ol. Sağ olun. Növbəti gündə Şəhriyar əminizlə birlikdə hər birinizi salamlayırıq. Arkadaşlar, tahtasını neyinsən bizi doğrayacaqsın. Arkadaşlar, bugün bizə dəli cəsarəti gəlib, ağılsızlıq gəlib. Gəbrə Məryəm gəbrə. Məryəmlə mən bugün Buradan kəsirik. başımızı kəstirəcəyik. Burada. Sən hardan kəstirməyi fikirləşsən? Sən də? Birinci biz kəstirək, bax da bizimkinə, sonra sən Ata mən kəstirərsən. nə qədər kəsəbilir, o qədər kəsər. Sən nə qədər istəyirsən? Ata nə qədər istəyir? Ya öz istəyimi soruşuram. Abiyə istəyir birinci. Burada. Sən də sən. Həqiqətən sən. Belə. Arkadaşlar, Ay qalı qardaşım. mən də baxın bu qədər. Tamına bu qədər. Məni hamı tənbihləmişdi ki, iki canlı olanda saç kəstirmək olmaz. Ha kəsərsən o sən Gözləyim bu danışsın, qutarsın. Hə, uşaqlar deyiblər, mənə hamı tapşırdı ki, iki canlı olanda saç kəstirmək olmaz. Deyilənə görə uşağın ömrü qısalır. Amma mənim saçımda dəhşət çox saç qıran əmələ gəlib arkadaşlar, ona görə kesəcəyizdir. Yenə də hər ehtimala bir dənə həkimimi yığıram. Soruşum, tibbi olarak soruşum da, yani hurafi olarak yok. Kesirsen J, geliyorum. Az kəsmə ola bu qədər. Ya Allah, ilk Məryəmdən başladıq. Birinci
Qurbanlıq qoyunumuz Məryəmdir. Neysə şəhriyarları getsən. Birinci mənkini bəlkə kəsəsən. Hə, gəl sən kəs. Qorxdum. Kəsi qorxdu. Ataların saçını belə kəsdilər, belə yığdı. Hayır, mən də elə edirəm ki, sata biləydə. Orada heç 50 manat yoxdur. Sən məncəm. Burada 100 manat. Gözlə, alo. Blogerin satı deyir. Salam doktor, üzrlü səni narahat edirəm. Biz video çəkirik hal-hazırda. Toplu şəkildə evdə hamı saçını kəsir. Mənə onlar da yəqin ki, saç kəsmək. Yəni tibbi cəhətdən heç bir şey yoxdur da. Yox qızım, heç bir yox sən abla, yox. Deyirlər uşağın ömrünü qısaldırmaya icazə vermirlər. Aslı hardan gəldi? Sən elə şeylərə inanma. Yox, belə şey yox. Oldu doktor, çox sağ olun. Yox, sağ ol sən abla, sağ ol. Evet arkadaşlar, həkimimdən də icazə aldı. Həkim deyəcəm, qızın başı çatmır. Gah məni yığır ki, Dubaya uçmaq istəyirəm. Samalyota minməyi yeriklədim. Gah məni yığır saçımı kəsmək istəyirəm. Yox, aşkım, bir dənə tərpətmə olmasın. Biri qısa bir şey olmasın. Haydi, getdin Şəhriyar. Ya Allah. Olmaz kəs. Bu arada həkimim doktor Gülnare İsmayılovadır Aysmed klinikasında. Ay Allah, sən biz tapa biləcəyik bugün. Yenə başladı. Sən məncəm kəs get ustalarınla sonra davam eləyərsən hekayə və kəs bizim saçlarımızı. Az kəs. Qorxma, mən burada baxıram. Thank you, aşkım. Mən baxıram Qurandan da. Heç kəs evdə mən güvənmir, Allahın olsun. Evet. Tərpənmə. Görək Məryəmin saçından nə qədər gedəcəyi arkadaşlar. Hadi yaxşı tərpənmə. Məryəm bir dənə bura bax. Kapak fotoğrafı götürün. Olmuruq mu? Hə, yaxşı da qoy. Nədə əsəbləşsən o da qoy. Olmuruq. Baxacaq bir tərəfə əyri, bir tərəfə düz olacaq. Ya Allah, Şərir sənin saçını bir də qırxaq bu gün özəl. Da kəsirik, toplu kəsək də. Qurban olmaz kəs. Bayaq belə danışmır da. Bu nə tavşaqdır? Tərpənmə. Tərpənmə. Az kəsir, qorxma. Ay Allah, getdi Məryəmin saçları. Hə, az kəsib, qorxma. Göstərdiyin qədər rovunu kəsib. Arkadaşlar, Məryəmin saçları getdi. Qızımın saçlarından bir tutam götürürəm, xatirə saxlayacağam. Nə vaxtsa gəlin köçəndə baxıb iyniyərəm, mən görməyə gəlməsələr. Demirəm, gəlib görərsən, deyir təzə saç verərsən, nə tər adamsan sən? Gəlib görməzsən, mən təzə saç verərsən mənə, qoyaram qappazıya başında. Verərəm saçımı. Bu da bir saçı, mən görməyə gəlirsən, gəlməyəsən. O gələ deyir, verərəm saçımı. Verməyəm. Məryəm, bu məsələni sonra aydınlaşdır. Deyəsən çox çəkməyim. Çəkməyim, kəsib. Allahın olsun göstərdiyin qədər kəsib. Bayaq videoda göstərdiyin qədər kəsib. İndi mənki də gedir. Məryəm partiyı qurbanı olsun. Mən bu qədər kəsib. Götürmüşəm. Çox kəsməyib. Prosta gözümüz öyrəşməyib də bu uzunluqda görür. Əslində bax, əllər ağzında baxırlar. Tərpətmədən başlayır. Əslində elə bir faciəyə şahid olurum bu dəqiqə. Ölüm sənçində şöyle baxsan mənim balam. Qorxa. Şo, hazırdır. Nə? Sən də bir dənə saç kəsdin, elə bir müharibədən çıxmış. Saxlasın, saxlama olmur da. Ət ver saxlayaq da biz. Gözlə, qoyun bura öz tükümü. Ver. Mənə o qədər vurmayasan, Şərir, mən təzə çinmişəm, heyif olar, yağlanar başım təzdən. Məryəm indi gedəcək çinməyə. Yaş elədi Məryəm. Aşkım, göstərdim də nə qədər kəsdiyini sən. Bu qədər kəsib də. Belə. Gəl də, ha buradadır. Ay Allahu Əkbər. Bu qədər. Şovan nereye baxırlar ki? Aşkım, onlar bayaqdan ikisi də oturub elə baxırlar. Rabiyyənin kefi yoxdur. Əsnadda ki, bilmir o da kəstirsin yoxsa yox, qalıb arada. Hələ fikirləşir. Məryəm, getçim, axşam saçımızı sararıq, səhərə buruq saçla durarıq, qəşəng görsənək.
Arkadaşlar ət taxtası ilə saç kəsimi ver, mən tutum. Tərpətmə. Getdi bir konuda. Ya Allah. Qorxma ya, ucundan vurur. Çıqqın vurur. Özün videoda baxarsan nə kəsib. Всё, get güzgüyə bax indi. O daldan var. Niyə elə yedirsən ki? Elə niyə yeriysən heykəl kimi? Bismillah deyə getdi. Yaxşıdır. Bu da orada pıçıldayır, ata kəsdim yoxsa. Mənkin kəssin sonra, yaxşıdır. Çox qəşəngdir. Yaxşıdır. Arkadaşlar, sizcə Məryəmə yakışdı? Məncə çox yakışdı. Köhnə, səni təzə tanıyandakı Məryəmə oxşadın. Mənkin kəs birinci. Mənkin kəs, Şako. İstədiyin qədər kəsilsin. Şako. Mənkin kəs də Şako. Atanı düşəndə tez. Məriş, get bunu mən üçün salfetkanın arasına qoy. Yox, olmaz, yat qoy bura. Niyə? Mən saxlayıram da. Yox. Aşkım, analar uşaqlarının körpəli saçlarını saxlayırlar da. Mən indi lap balacalığım görməmişəm, indimi saxlamaq istəyirəm. Əsma saçı məndə dolu deyil. Əsma başını yolur verəcəm. Mən də öz başımı verəcəm. Ay Allah, arkadaşlar Esnat yine esiyor böyle. Məriş, gel sən də mənim saç kəsimimi çək də. Hoş. Hə, gəl. Arkadaşlar, Dayan, əlin dayan kimi kameranın seti getdi. Arkadaşlar, kesiyoruz. Tərpətmə məni. Of, qorxuram. Pis olsa. Əllərimi bax necə buzladı həyəcandan. Sən kəstin mənsi. Sən kəsdir məni, sən eləmə. Niyə? Kəstirsən də ucundan azıcıq kəstir. Niyə? Sonra deyəcəksən Məryəm sən elədin. Mən kəsməyəcəkdim. Belə Hə, bizi sonra xışlayacaqsan dayanmada. Adı Abi niyə kəsdin? Çolqab da elədin də, Rabi niyə kəsdirdin? Davay. Tərpənmə. Şəriyər. Qətiyyən başımı tərpətmə. Tərpətməyəcəm, göstərdiyim qədər kəs, yaxşı? Arkadaşlar, ay Allah, Məryəm bundan al kameranı. Başımı tərpətmə, də oxuş. Tərpətmirəm axı. Tərpətmirəm. Ha, gidiyor. Bakın. Bir dakika. Hatıralar gidiyor, Şəhriyara elədiyim kışkırtmalar gidiyor. Hepsi bu saçlarda saklı. Oha, of, nə qədər kəsdi ata. Hərəkətmir baxı, götürmüşsə. Nə qədər su töydü başına. Yox, kəsilənsinlər. Hə, kəslər. Öz of şu Əsnad, ara qızışdıranlıq eləmə Əsnad. Neysən Məryəm? kameramanlar çırpınlanma. Ya Allah. Yaxşı kəs, ha, saç qıranlarım olan yerlərdən kəs getsin. Saç qıranlarım olan yerlərdən kəs getsin, yaxşı? Saç qıranım qalmasın. Oha. Ay Allah, sus. Getdi saçlar. Sən iki qədər kəsdin Məryəm. Mənkindən biraz uzun. Yanıncım qırandız. Sən göstərdiyin qədərdir mənə, bu qədər dedin. Arkadaşlar, problem bilsiz nədir? Məndən olsa saçımı buradan işlədərəm. Ofşa saçı qalındır, qalın saçı qısa yaraşmır. Qısa saç mənə yaraşmır, qətiyyən yaraşmır. Çox çirkin oluram. Sifətim toppuşdur, yanaqlarım. Saçım qalındır, qısalanda pis görsəndim. Prosta indi saçımı bir dəfə vurdum. Saçları çox qısadır. Aşkım, mənki qədərdir. De Quranan. Quranan da olsun. De Allah'ın da olsun. Allah'ın da olsun. Sevirsən? Şu. Yo, hadi düzəltməlidir. Bravo, oxuş. Aşkım. Oha. Yuh. Ata gedə saç. O kısa da onu satmaq olmaz. Aşkım çolkar çalardı. Tolga gel. Ay mənim anam saç əkimi ilə məşğuldur arkadaşlar, həm də qaş əkimi ilə. Əsnad deyir Elnarəyə verir. Aşkım hamının öz saçı qaşı əkilir öz başına. Başdan qopardırlar, qaş əkilir. Arkadaşlar, reaksiyam özümə çox maraqlıdır. Acaba nasıl? Nə dizəm, mən sənlə belə eləyirdim. Mənki qədərdir də Quranan da olsun. Taqqana. Kəsmə. Əsnad var ha. Elə bir cənnətlə cəhənnəm arasında get-gəl eləyir. Ata kəsim yoxsa yox.
Şəhriyarın əli çox yüngüldür arkadaşlar. Çox yüngüldür. Hə, Mənim çolkam hələ də uzanmayıb, görmürsünüz? çox tez uzanır. Atanın əlindən deyil mənim çolkam, ona görə Mən niyə uzanmır. Şəhriyara kəsdirirəm saçımı? Şəhriyar mənim saçımı kəsəndə saçım çox tez uzanır. Yayda bu qədər kəsdirmişdim, o qayıtdı yerinə. İndi təzədən onu kəsdirirəm. Yəni 1 il yarıma Ofşun saçı 1 il yarım yox, 4 aya 4 aya Ofşun saçı bu qədər qayıtdı olacaq. yerinə. Hətta görəcəksiniz Ofşun ayağına çatacaq. İndi ola bilər bəlkə bebişə görə vitaminlərimi o yeyir deyə. Fış ata bir anda kəsin. Yalan deyir, kəsmir, Düzəliş baxır eləyir, düzəlişi. Çıxqın düzəliş eləyir arkadaşlar. Görək necə Korreksiya. olmuşam. Korreksiya eləyir. Ay Allah, öyrənib bir. Ay. Ay. Fış hadi deyirəm ata kəsdi bir santim qaldı. Of, yalan deyir də aşkım. Bax bu qədər kəsib mən kimi də saçım. Deyirəm ki mən bir santim kəsdim. Yeni ildə qəşəng olsun. Hə. Arkadaşlar mən həqiqətən saç qıranlarım çoxdur ona görə. Bakalım. Baxın. Mən sizə özümü çox elə görmüşəm. Ya Allah, bismillah. Dayan da. Of, şuf. Oh. Aşkım bu nədir? Çox kəsmişsən. Çox kəsmişsən aşkım. Tüm saç kıranlarını götürdüm başka. Mışmırıq. Ayrı da. Ayrı deyil, of, qabağa atanda elə olur. Uşaqlar çox kəsib, ay uşaqlar. Mən bu qədər deməmişdim. Bu nədir axı? Qəşəngdir də. Sənin Məryəmdən çox kəsmişsən. Aşağı danışma bir dəqiqə. Başımı düz qoy. Buradan istəməmişdin, oradandır. Oradan istəməmişdim. Cəhənnəmə gedən uzun yolda saxlanmasın. Başım getdi, saçım getdi. Aslı da kalır. Gel. Əsad da kəsdirir. Ha. Aşkım çox kəsmisən, aşkım. Bu nədir mənim balam? Kareli. Sənin zarafatı çox kəsmisən. Çək məni. Yaxşı. Onda kəsdirmə də mən nə edim axı? Ay uşaqlar, bu nədir? Aşkım məndən əsər əlamət qalmadı. Ofeliya Aliyevaydım, oldum Pufilya. səviyyəsiz Ofeliya. Aşkım bu nə bir fasondur? Niye bu saç kısa olanda seviyesi oldu yani? Aşkım, Uğraşır sana. Duraya oxşayıram Quranam. Ben Nura'ya yoksa Nura'ya okşuyorsun o zaman. Nə oxşayıram? Nura'ya. Buna kimdə? Ne bileyim Nura'yla alakan yoktu. Ay aşkım, gözüm doldu Quranam olsun. Bu uzanmasa sən əlimi sındıracam. Mən belə deməmişdim. Et sonra. Of, en. Bu nədir ya? Nə oxşayıram Quranam olsun? Ya, Ata ben- oxşayıram. Ay aşkım, sən mən sən Güzgüyə baxma da. mən sən güvəndim. Neyse Keçən daha uzatma da. dəfəki kimi çəkərsən, Sana kəsərsən. öyle bu da azdı. Məryəmə ağlayırdım, mən gözüm çəkərsən. Ay aşkım. Əyri kəsmisən. Ayrı dur. Əyridir bax. Aşkım o öyle olur da. Aşkım elə olur. Bunun ucu ilə bunun ucu arasında Eyni. santi fərqi var. Yo, aşkım düzdür. Arkada dümdüz. Yazıq mən nə eləmişəm? Sən cəhənnəmə cəhənnəmə gedən özünə yoldaş axtarır. Gedirəm, bax sənin cavabındasan ki, yaraşır. Heç də yaraşmır. Copun biri bir köpükdən basır. Gel bunun saçını çek. İt oxşadım. Ben kəsəcəksən. Sen sürpriz. Ata sən vur. Evet Bu arkadaşlar. dəqiqə əslində əslin saçı sənin əvvəlki Saçından- saçın uzunluğundaydı. Hə. İndi bax. Tərpən məyəsi yoxdur saçlar. Ayda nə günə düşdüm mən. Əsdən bu saçı çox. Uşaqlar kare deyə bu bildiyiniz uzun kare kəs deyə mən üçün. Sən güvənəm bundan sonra üzünə tüpürüm lopa ilə. Kəsim yoxsa? Aşkım həqiqət. Aşkım çox kəsib qıranan da olsun. Bir qələt də güvəndim buna. Cəmaət şoka düşəcək sabah məni görəndə. Nayda məni öldürəcək, tapşırmışdı kəstirməyəsən. Mamam üzümə tüpürəcək. Mamama şikayət eləyəcəm səni sabah. O. İndi mamamın yığarıq reaksiyasına baxarıq. Əsas sən kim çox az kəsdi? Hə, sənkin çox az kəsdi. O da neymiş? Nə? Nə? Tərpənmə, gülmə. Az kəsdi sənkini. Ata, az seçmə. Sən də bizlə bir olmaq istəyirsən. Hə. 嗯 Hə. 嗯
Biraz da kes. Eləmə aşkım, eləmə. Sonra şey eləyəcək. Yo, ucuna gətirir. Hala ofşu düşünmə. Aşkım, ən çox mənkin kəsdin. Ayıb olsun sənə, çox ayıb olsun. Kursanızından vuracaq. Çox ayıb olsun sənə. Artı niye sesli? O da ne için kestirdim ben? Sən deyə aşkım bax. Saçından xəbər yox deyil. O mənim saçımdır, göpə basma. Gör necə kəsib saçımı, Allahsız, insafsız, Hələ bu bir vicdansız. dəfə də kəsir. Neynəm olsa o gedəndən sonra kəsdin, kəsmədin bir dəfə də. Çön. Çön. Biski kimi eləsin. Çön. Biz şimdi nasıl saçım yok? Mənki qısadır, Məryəminki kimi eləsin. Bax, şpinkasın burasından gəl. Finkasın burası. Qal, başımı tərpətmə. Tərpətmə başı, aşkım, əyri getməsin, sonra çox kəsilməsin. Gözlerim. Gözlerim. İşlerim. Tərpətmə. Atı gözle. Hemen eleme. Azər uşaq oyuncağıda kəsdirsən, kəstirmirsən. Hələ kolleksiya idi, amma Kolleksiya eləyirsən. Sən kolleksiyaları gördüm mən. Mən it gününə qoydun. Aşkım dedim. Başmağa oxşuyuram. Mən belə kəsdiyi saçımı. Yox, o burdan idi. O tərpətmə, bax, o fırlatma kəsdiyi belə idi. İndi belədir. Eləmə də qoymam, bir dənə kəsim bunu, bir dənə düz qal. İndi ayrı olacaq. Nastreniyam çox pis korlandı. Yenə ucundan kəsdərsi, yenə kəsmədi biz kimi. Allah'ın olsun, yalan danışmıyorum. Xırda kəsdi. Onun saçı həm nazik idi, onun saçı tökülər bırakır. Uşaqlar, bir dənə söz soruşacağım sizdən. O düz söhbətdir ki, uşaq körpə olanda, o saçını qırxdıranda sonra qalın çıxır. Mənim nənəm sağ olsun bu hurafəyə inanaraqdan 3 dəfə saçımı keçəl eləyib. 3 yaşına kimi keçəl gəzmişəm, amma saçım qalındı həqiqətən də. Biz Sən də? Sizi də qırxıblar? Hə? Bir də istirahatı. Əsnadda belə də fərq olmadı. Valla belə də fərq olmadı. Yaxşı, aşkım belə kəsmişim, normal sən. Tapa bilmirəm əslində. Amma mənim saçımdır. Bizim saçlarımız niyə bu qədər bir-birinə oxşuyur? Bir-birinə oxşuyur. Atan qaralır mənki üzərimdə. Heç sənki də çıxmır burdan. Deyə o biraz tündü sənkidir. Ay təvəssüf Beni bıraktı. Gəl bundan balış salın. Elə o fikirləşirdim, inan sənin balış düzəldək. Atacaq buradan mən sən. Atı Əli yüngüldür. Şaka çolkalarımı vur, amma ucundan vur. Biraz saç qıranları azalsın. Götürüb kəsmə səni öldürərəm. Götürdüm mənim onu elədiyim qışqırtma acığım çıxdı. Uşaqlar yalandan da olsa yorumlarda yazın ki, qəşəngdir, yaraşır. İndi ukladka zad eləyərəm, düzəlsin. Atı bilmiyorum. Mümkündəyəm, it oxşuyuram. Mən istəyirəm, bax. Atı. Elə də ata deyirsən, kişidir də, nə var 12 gün uzanır. Onu deməli Atı saçını. bu kadar. Ağladı sən, qısalsan. Tez çolkan vurdursansa gəl. Hə, gəl, ayır çolkamı. Saç qıranlarını dem olar ki. Məryəm, çəkil də, səndən aman yoxdur mənə. Saçımı biraz Qızdırması var bunun. Gəl bunu da su. Şəkər, alnın əl vur. Ha, istidir. Quzumun nəsi? Yeter bunu. Qızması var onun. Atı mən qızdırmam olanda sən cavandosun bilirəm. Bir dənə qoy termometr. Qoyuram. Qoy. Atı. Gəl, ayır çolkamı. Çöz. Mındarlıq eləmə ya, şəkər. Ayır da çolkamı ayır bu qısaları. Çolkam saçımdan fərqlənir ki, eyni zibil oldu ikisi də. Ters mi sen? Gələ. Ters mi? Əsad, aman ver. Qızım. Dartma. Gözlə. Bunu da götür. Termometri bilmirsən. Məncə diz üstə oturacaq. Ben bir sadadı. Şeyde. Hə, kəs. Dara. Onun için. Mən də ucundan vura, ucundan demirəm qısalt, ucundan istəyirəm ha. Çaşarsan səni yortaram Şəhriyar. Çoxdur, biraz düş aşağı. Düş. Hə. Elə bil bunun çolkaya aidiyyəti yoxdur, yoxsa mənə gəlir. Ha, bu çolkadan böyüdür. Hə, götür onu ver bura. Şəhriyar, yavaş kəs, az kəs. Şəhriyar, az kəs ha. Şəhriyar, bax deyirəm ha, Şəhriyar ibnəli eləməyəsən ha. Şəhriyar ibnəli eləməyəsən ha.
Sən nənəm eşitsən məni? Hay ver. Qızışırsa, istəmir binəli eləyir. Eləmə ibləri Allahın olsun yatan yerdə var ha. Sən başında tük qoymaram. Birbaşa ağda aparatını yapışdıraram başıma. Ata indi təsdiqdən qızdırmam çıxsa. Hə, yaxşıdır. Ağıllı ol. Ata. Çaşma. Automatik ucundan burada. Əlini yüngüldə qoy. Xeyr ola yaxı ucundan. Ucundan vurduranları qəbul eləmirik. Ona bax qızarır saçı kəsdirməkdən fikri. Öyle olmadı. Ucu qaldı, heç nə olmaz. Yox. Evet Məryəm. Sən nə hissən ortalıqda? Qoy, atır üstüne. Əyri deyil aşkım. Daldakı saçın qabağa gələndə qısalır o. Hamıda elə olur. Bax məndə də elədir bax. Daldakı qabaqdakından qısa olur. Mən saçı var dadı. Sənin saçınla mənim saçımın rəngi eynidir. Nə demək olar? Elə inansın onu fikirləşirdim. Bir dənə balaca balış çıxar burdan. Bizim tükümüzdən olan balış görəsən rahat olar. Yani, Həqiqət deyirsən. Atam da saçı Premier Rahtayın saçı. Ay Şako. teyze. Ay Şako, niyə belə kəsdin qısa şeylər? Mən sən güvəndim axı. video ham bezdir yani söz eşitmedi. Hı. Sıktı bir İbnəli elədin sən, dayan. Etçi binəli. Mən borc olsun, ağda yapışdıranını gətirib yatan yerdə sən düz bağrıva basmaq tələsmə. Gör necə acığımı çıxacam. Birinci defa sağ ol belə eşidirəm. Sağ ol deyil bu. Sağ ol demirəm. Mən keçə eləyəndə mən heç nə demədim. Sən kişisən. Sen de Mən kızsın. kişiyəm ölməli yəni. Elə nə deyirsən sən kişisən. Kişiliyimə nifrət edirəm ondan. Bir 3 gün kəsmiş, 2 dəqiqə uzandı. Uzanıb. Sən də az daha çıxart görək qızdırman var. Neçə dəqiqədir qoyum. Hə, gözləyirəm. Hünərim var qızdırman olsun. Rabiyə sən də vurdurursan ucundan. O, dəli deyir uşağı. Niyə? Dalı da o. Qorxdum ya. Mən də qorxdum. O qəbirstanlığın yanındakı qışqırıq oxşadı. Atacağım partladı, çəşən yanıma. Nəysə. Arkadaşlar Məryəmin qızdırması 37 çıxdı. Ümid eləyirik ki, sadəcə evin istiliyinə görə böylədir. Məryəm Bir bəyaz. şey deyim bir də sən ofuş. Hə. Kombin düz burasında yatmışım. İstili gəlirdi quranda olsun. Boğuldum, keçdim onu. Hə, onu deyirəm də ümid eləyirik ki, şəhər maykavı sal aşağı. Ümid eləyirik ki, inşallah ki qızdırma deyildir, sadəcə bir yanıltmadır. Çünki mənim ağlımda uşaqlarla bağlı çox gözəl bir plan var. Dünən biz yarışma keçirdik. Ağlaşma, ulaşma, rəqabət, day nələr oldu. Özünüz gördünüz də çox maraqlı bir video idi. Mən özüm də çəkəndə həm əyləndim, həm də baxanda əyləndim. Deməli belə bir qərara gəlmişəm arkadaşlar. Dəstəkləyirsinizmi? Sizə də maraqlıdırmı? Yorumlarda mənə bunu bildirin zəhmət olmasa. Deməli istəyirəm ki, bir həftəlik ümumi yarışma planı hazırlayım uşaqlar üçün. Hər gün, misal üçün bir gün evdə, bir gün əyləncə mərkəzində, bir gün çöldə, bir gün mağazada, bir gün nə bilim, hər günün bir konsepti olsun. Fərqli məkanlarda uşaqlar fərqli mövzularda yarışsınlar. Dünənki tərzdə bir-birləri ilə rəqabət aparsınlar və bir həftənin sonunda ən çox səs verməklə, ən çox səs yığan qalibi hər gün oylama eləyəcəm. Bir həftənin sonunda ən çox oylamadan nəticə alan uşağı qalib eləyim. Onun böyük ödülü olsun. Yarışmanın ortalarında xırda ödüllər qoyum. Məncə həm güclü rəqabət olar, həm gözəl bir yarışma olar. Çox Məncə də. gözəl ideyadır. Oxucu mən botumu sifariş verməyə başlayıb. Evet arkadaşlar, doğrudan Məryəm üçün, uşaqlar yaxşı yadıma düşdü. Yaxşı ki dedin. Uşaqlar Məryəm üçün botu sifariş veririk amma bir saniyə. Arkadaşlar Məryəmin botunu demək olar ki seçmişik. Özü seçib daha doğrusu, amma ikisi arasında qalıb. Mən də baxdım, mən də seçə bilmədim. Sizcə bu bot daha gözəldir? Yuxarılarında baxın desenlər var. Həm kovboy botuna oxşuyur, həm də o kobud botlara oxşuyur. Bir də belə klassik hər kəsin sevimlisi olan bir botu bəyənib. Baxın. Belə siyah qıraqlarında rezinli botdur. Sizcə hansı daha gözəldir? Biz seçim arasında qalmışıq. Bilmirik Mərişə hansını alaq.
Ona görə yorumlarda fikirlərinizi gözləyirəm. Sizcə koriçenvi olan, qəhvəyi olan yoxsa qarı Bir də olan bu? sifariş verənlər necə sifariş verir? Bir böyüyünü yoxsa bir balacasını? Bu arada ayaqqabı sifariş verəndə Temudan bir razmer böyük sifariş versiz yoxsa elə öz razmerinizi sifariş Yoxsa bir versiz? razmer Balaca çox mantıqsız. Balaca sifariş vermək. Yox, böyük gəlmir. Həmişə balaca gəlir daha çox. Mən öz razmerimi zakaz eləmişəm, balaca gəlib bir də görsən. Evet, sizə verdiyim suallara cavab gözləyirəm. Bir yarışma mövzusunda, 2 bot mövzusunda, 3 razmer mövzusunda. Və isə bu gün canlı açacaq bu videonun kommentlərində aktiv olsunlar, kommentlər seçin. bu videonun rəylərində aktiv Amma olun. abunə olmalıdırlar. Abunə olun kanala, çünki abunələrin içindən seçəcəyik. 400 Və 4 dənə ən aşağısı 4 videoda həmin kommentlərdə axtaracaq görək biz bundan qabaqki videolarda aktiv olub yoxsa bu günlər abunə olub. Evet, ona da baxacağıq. Bir də nə deyəsidim? abunə olmaq- 400 min qalibini seçmək üçündür ya Bu günlərə bunlar. abunə olub olmamağı problem deyil. Əsas odur ki 4 videoda komment olsun. Bəli. Yəni minimum 4 dənə videonun kommentlərində Abunə görək. olsanız da Elə olar. izləyicilərimiz var 100 dənə ayrı-ayrı videoların rəylərində onların kommentlərini görürük. 100 dənə ayrı-ayrı videolarımıza baxıb və rəy yazıb. Elə insanlar daha çox təbii ki seçməyə üstünlük verir. Ona görə kanala abunə olub videoların yorumlarında aktiv olmağı unutmayın. Sizi sevirik. Videomuzu bəyəndinizsə kanalımıza Üçün yanında çox şey bilmirəm. abunə olub, like atıb, yorum yazmayı unutmayın. Mati Gucci.